Universitetə çatmaq, dərsə gecikməmək, gün ərzində bir neçə marşrut dəyişmək. Bunlar tələbələrin gündəlik nəqliyyat gerçəkliyidir. Bəs tələbələr bu yolu pulsuz gedə bilərmi? Tələbələrin nəqliyyatdan pulsuz istifadə etməsi təklifi ilə millət vəkili Razi Nurullayev çıxış edib. Tələbələrə ictimai nəqliyyatda güzəştlərin olunması vacibdir. Çünki tələbələrin, biz özümüz də tələbə olmuşuq, bilirik ki, tələbə daima pula ehtiyac duyur. Tələbə bir çox yerlərə gedib gəlməli olur, şəhərdə gəzir. Bəzən bir gündə 4-5 dəfə, 6-7 dəfə ictimai nəqliyyatdan istifadə edir. Və bugün biz bütün bunların hamısını üst-üstə toplasaq, ayda heç olmasa bir 100 manata gəlib çıxar. Və bu tələbənin aldığı, əgər təqaüd alırsa, aldığı ilə təqaüdə bərabərdir. Millət vəkili hesab edir ki, ictimai nəqliyyatın tələbələr üçün pulsuz olmasına görə qanunvericilikdə xüsusi dəyişikliyə ehtiyac yoxdur. Bu təklifə tələbələrin münasibətini öyrəndik. İctimai nəqliyyat bəli, pulsuz olsa yaxşı olar. Şəxsən deyim ki, günə bir 200 manat pulum çıxır da, yəni. Amma hələ bu yaxınlarda bu metron bağlamasından sonra daha çətinləşəcək bunlar. Məncə düşünürəm ki, beləsə daha yaxşı olar. Nəzərə alsaq ki, hər bir tələbə gün ərzində ən az 2 dəfə nəqliyyat vasitəsini istifadə eləyir. Bu onlara çox böyük dəstək olacaq maddi cəhətdən. Tələbələrə yönəlik bu təklif bəs ümumi nəqliyyat sisteminə necə təsir göstərə bilər? Bütün ictimai nəqliyyatda gediş haqqı yalnız nağdsız sistemlə ödənilməlidir, kartlarla ödənilməlidir. Yəni, nağdi ödəniş olmamalıdır. Nağdi ödəniş olarsa, onun heç bir uçotunu aparmaq, onun o maliyyələşmə mexanizmini qurmaq mümkün olmur. Birinci növbədə buna keçid olmalıdır. Bunun maliyyə mənbələri tapılmalıdır, özdə dayanıqlı olmalıdır. Yəni, bir dəfəlik bir şey deyil, bir də pul qoydun ora da çıxsın, geçsin. Bu daimi olmalıdır. Nə qədər ki, cəmiyyət var, nə qədər ki, ictimai nəqliyyat var, nə qədər ki, mobilliyə ehtiyac var, bu belə olmalıdır. Mütəxəssislərin fikrincə, belə bir sistemin icrası üçün həm texniki infrastruktur, həm də maliyyə təminatı lazımdır. Amma Avropada bunun uğurlu nümunələri var. Məsələ ilə bağlı mövqeyi öyrənmək üçün aidiyyatı qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Müxtəlif əhali qrupları, tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalıdır. Nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra sözə gedən güzəştlərin tətbiqi mümkün ola bilər. Eyni zamanda bununla bağlı müvafiq hüquqi əsasın yaradılmasına da zərurət var. Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür. Tələbələrin ictimai nəqliyyatdan ödənişsiz istifadəsi mümkünsüz görünmür. Qeyd olunan məsələlər həllini tapdıqdan sonra nəticənin olacağı isə istisna deyil.